Salam dostlar. Ruhanənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizinlə fəsəlli bişirməyin reseptini sizinlə bölüşəcəm. Bəzi yerlərdə qat-qat da deyirlər. İndi isə fəsəllinin yuxasını açırıq. Üzərinə hardasa 2 xörək qaşığı əridilməmiş kərə yağını götürüb istəsəniz əridə bilərsiniz. Üzərinə yayırıq. İndi isə 2 belə 3 xörək qaşığı yağ əlavə üstünə qoymuşduq. Əzdik yağı. İndi isə üzərinə pesoq dökürük. Bəzi yerlərdə pesoqsuz da edirlər. Mən zövqə görədir. Mən pesoq əlavə edirəm. Bizim uşaqlar bəyəndiyi üçün mən tez-tez bişirirəm. Çox dadlı və ləzzətli olur. Siz də bişirin, siz də yeyin. İndi isə dostlar, yavaş-yavaş belə bükürük. Bükəndən sonra belə yavaş-yavaş bu formada vururuq. Təzədən, yenidən açırıq. Üzərinə biraz un töküb. Əvvəlcədən qızdırdığım qalın tavanı içərisinə yerləşdirdik. Hardasa bir 5 dəqiqə, 10 dəqiqə qızarandan sonra o biri üzünü çeviririk. İndi isə dostlar baxın, görün necə gözəl qıpqırmızı tavada qızarır. İndi isə dostlar fəsəllimiz bişdi. Görün necə də gözəl xırç-xırçdır və qıpqırmızı xına kimidir, qat-qatdır. Siz də bişirin, siz də yeyin. Yorumlarınızı və bəyənilərinizi gözləyirik. Göz haqqınızı halal edin. Bizlərə abunə olun. Təşəkkür edirik.